Çıkılar sağda çıkılardı. İnşallah ki bunları birincisi rəngini təmizləyəcəm, sonra işləyəcəm. Rəng təmizleme prosesi de bizdə kumlama ilə deyil. Kumlama valla əvvəl özümdə eləmişim. Kumlama ziyandır. Çünki toz boyuyla qurulanda kumlamanın ötmək üçün 140-150 mikron lazımdır. 140-150 mikronda o deməkdir ki, daş deyən kimi parçalanacaq. Maksimum dərəcədə çalışıb mikronu azaltmaq lazım ki, möhkəmliyi də zavod necədir? Elə də olsun. Atacağım ara dərman sistemine. İnşallah ki 10-15 dəqiqədə çıxartacağım. Çıxartacağım bir videoda göstərəcəm ki, etal necə olmalı. Fikir aysan. Ayaqlarım dediğim hemen saat çıxsı. Aha. Dedim bak ben kumlanıyla rəngi soymur ha. Maşallah olsun. Saxlayın da bir dənə. Deməli, bu da hemen dərmana girib çıxmışdı. Ay maşallah. Bir dənə salacağıq ardından sodalı suya. Все. Əziklər düzələcək, abrobotqası olunacaq ardından yenə də abrobotqa olunacaq. Sonra da rəşlənəcək. İdeal vəziyyətdə istəyirsənsə mikronları az. O belə olmalıdır, çıxın təmizlənməsi.